Hamza salam dostlar. Bu günləri sizə Real Biznesə yeni gələn aksiya haqqında video seçmək istədim. Bildiyiniz kimi ötən videolarımda Real Biznes nədir, necə qeydiyyatdan keçmək olar və yaxud necə pul qazanmaq olar onu öyrətmişdim. Bu ikinci videomu da çəkmək istədim ki, burada olan aksiyaları sizə göstərim. Burada qeydiyyatdan keçmək üçün sadəcə açıqlamada və yorumlarda olan linkdən istifadə edə bilərsiniz. Deməli dostlar, buradan göstərim sizə aksiyalar nələr daxildir. Deməli 2 al, elə bil ki 3 al 2 ödə aksiyası kimi bir şeydir. Çünki 2 dənə eyni binanı alsaq və endirimli qiymətə alacaq. Təbii ki 20% endirimlə alsaq bizə elə bir 3 dənə bina gəlmiş olur. Yəni bir dənə bina əlavə hədiyyə verir və bu aksiyanın müddəti görürsünüz ki 9 saat 45 dəqiqə qalıb. Məncə siz də tələsin. Bu aksiyadan siz də yararlanın. Qeyd etdiyim kimi aşağıdakı linkdən daxil ola bilərsiniz. Deməli dostlar, mənim balansımda hal-hazırda görürsünüz ki 4 dollar 34 sent var. Mən deməli bu 10 dollarlıq binadır. Prosta indi 20% endirimdən 8 dollar düşüb. 2 dənə bundan alacağım. Təbii ki də mənim pulum çatmır bir dəqiqə onu almağa. Deməli dostlar, mən indi yatırım eləyəcəm. Buradan depozitə gəlirəm. Mənə hal-hazırda 16 dollar lazımdır. Hesabımda 4 dollar 34 sent var deyə. Hal-hazırda mən yazacağam 11.70 sent. Belə yazacağım. Deməli M10-a basırıq və buradan doldur sözü var. Ona daxil oluruq və hardasa 19.90 ödəməliyik. 19.89 ödəməliyik. Və burada telefon nömrəsini də görürsünüz. Buradan telefon nömrəsini kopyalayıram. Daxil oluram M10-a. M10 hesabıma daxil oluram. Və burada köçürmək sözü var. Köçürməyin üzərine bir dəfə klikləyirəm və M10-a köçürtmə yazılıb. M10-a köçürtməyə basıram. Və buradan kopyaladığımı yapışdırıram. Burada yazırıq 19.89. Yəni orada yazılan məbləği yazmalısınız ki, çox yazsaz da, az yazsaz da problem ola bilər. Yəni sırf orada yazan məbləği yazmalısınız. Burada şərh yerinə də yazaq ki, Real Biznes balans artımı. Deməli yazdıq belə. Köçürmək sözünə klikləyirik və burada qəbz yazılıb gördüyünüz kimi. Qəbzin üzərinə bir dəfə basırıq və qəbzi paylaşmaq deyirik. Buradan qayd etmək olmalıdır mən bilən. Qəbzi qayd etmək yoxdur. Ona görə sadəcə screenshot alacaq. Bu qəbzdir. Bunun screenshotun deməli ekran kaydedicisini atım yuxarı. Bunun screenshotunu alırıq. Gördüyünüz kimi screenshot aldıq. Və daxil oluruq tezdən Real Biznesə və burada yazılıb ki, qəbz failini sürükləyin və ya seçmək üçün klikləyin. Bir dəfə bu ortaya basırıq və buradan media seçmə aracı deyir. Ona daxil oluruq. Burada ən axırıncı screenshotdur, yəni ki, və ödənişi təsdiq edinə basırıq. Gördüyünüz kimi yazılıb ödəniş emal olunur. Yəni ki, burada qalmağın da mənası yoxdur. Şəhərimizə keçək. Yəni mən indi ödəniş gəldikdən sonra videonu davam etdirəcəm. Bəli dostlar, gördüyünüz kimi balansımızda artıq 16 dollar 5 sent var. Biz indi bu həmin göstərdiyim aksiyadan istifadə edərək deməli 10 dollarlıq bina alacağım. Gördüyünüz kimi binamız budur. Hal-hazırda 8 dollara düşüb, 20% endirimdir. Məncə tələsmək lazımdır. Daxil oluruq, almaq sözünə bir dəfə toxunduq. Və gördüyünüz kimi 8 dollar balansımızdan silindi. Və həmin binaya gəlirik, bir dəfə də toxunuruq. Hal-hazırda gözləməkdə. Gördüyünüz kimi bir dənə də bina hədiyyə verdi bizə. Daha doğrusu 30 dollara alacağımız binaları 16 dollara aksiyadan istifadə edərək aldıq və şəhərimizə keçid edirik. Gördüyünüz kimi 3 dənə binamız var burada. Toxunuruq binanın üstünə və bura qoyuruq. Birini də toxunuruq, bura qoyuruq. Birini də bura qoyuruq. Gördüyünüz kimi bunların yerlərini səliqəyə salın. Gördüyünüz kimi dostlar, binalarımız belədir. Sadəcə 30 dollara ala biləcəyimiz şeyi
binaları biz sadəcə 16 dollara aldıq və yatırımı 11 dollar elədim. Çünki mənim daha azdır bu binalardan da qazanclarım oldu. Siz də dostlar aşağıdakı linkdən daxil olub qazana bilərsiniz. Qeyd edim ki, qeydiyyatdan keçdiyinizdə üzr istəyirəm. Sizdə 5 dollarlıq bu binanı hədiyyə verəcək. Yəni daha ətraflı göstərim sizə bu binanı hədiyyə verəcək. Yəni sonra da əgər buradan istəsəz Telegram kanalına da qoşulub, bu ağacı da 2 dollarlıq ağacı da ala bilərsiniz. Dostlar, videomuz bu qədər idi. Əgər nəsə bir sualınız qalsa, nəsə maraqlana biləcəyiniz bir şey olsa, mənə şərh bölümündə yazmağı unutmayın. Eyni zamanda Telegram kanalımın linkini də aşağı qoyacağam. Oradan gəlib istədiyinizi soruşa bilərsiniz. Bacardıqca hamıya cavab verəcəm. Sağ olun, salamat qalın.